Bizə işləyən qadın lazımdır. Bizə qadınlıqdan çıxmayan qadın lazım deyil. Çünki qadınlıqdan çıxan qadın cəmiyyətə ciddi problem gətirir. Bunun bir ucunu biz görə bilirik feminizmdə. Deyir ki, biz yaradılış olaraq bərabər deyilik. Texniki mümkün deyil. Yəni, belə bilin ki, Lada ilə Mercedesi və yaxud da uyğun olmayan şeyləri müqayisə eləməkdir, qadınla kişinin müqayisə eləmək. Uyğunlaşdırmağa çalışmaq. Yəni, Lada ilə Mercedesi müqayisə eləmək absurddur. Kişi ilə qadının bərabərliyini, eyniliyini, nə bilim, bir olduqlarını, eyni işi görə biləcəklərini müqayisə eləmək tamamilə absurd, müqayisə olunmayacaq bir şeydir. Yəni, bu adamlar heç bir yerdə, yaşamın heç bir yerində bərabər deyil. Amma təəssüf ki, indiki dünyada biz qadınlaşmış kişiləri daha çox yeni dünyalarda görə bilirik. Məsələn, Avropada. Öyle deyil mi? Orada da ailə institutu ilə bağlı ciddi çətinlik var. Məsələn, niyə görə Avropada, Almaniyada əhalinin sayı azalır? Yəni? Niyə görə? Hətta bizdə belə bir rəqəmlər var hal-hazırda. Türkiyədə var. Niyə görə Avropalılar, məsələn, Almaniya Suriyalı vətəndaşlar alır? Siz inanırsınız ki, həqiqətən də onların iş gücü, iş qabiliyyəti var, yoxsa alimləri götürürlər oradan? Xeyr, ölkə əhalisinin sayı azalır. Rusiyanın sayı 150 milyondan 146 milyon elibdir. 4 milyon nəfər azalır. Yəni, indiki dünyada təəssüf ki, qadına birinci evlənmə deyirlər, evlənəndə uşaq dünyaya gətirmə deyirlər, uşaq dünyaya gətirəndə birin gətir deyirlər, o birini kesirlə dünyaya gətir, sonra da süt vermə, həmən işə çıx, işdə deyirlər. Bu hamısı kişi roludur.